Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve accil feracahum. Azərbaycanda 120 gündür ki, dindar xanımlar İmam Hüseyin əleyhissalamın adına ehsan verdikləri üçün haqsız yerə Azərbaycan hökuməti tərəfindən həbs ediliblər. Həbs edilən xanımlardan biri Nigar Bağırova haqsız yerə həbs olunduqları üçün səhhətində ağırlaşmalar baş verməyinə baxmayaraq 33 gündür ki, azlıq aksiyası keçirir. Dünəndən digər haqsız yerə həbs olunan xanımlar da azlıq aksiyasına başlayıblar. Bu xanımlardan biri Azərbaycan xalqına İmam Hüseyin əleyhissalamın Kərbəlada Həl min nasirin yansuruni çağırışı ilə səslənib. Bir nəfər yoxdurmu mənim köməyimə çata? Bu xanım xalqa müraciətində deyir, əgər Allahın rəhmətinə qovuşsam, Allaha zülmə susanlardan şikayət edəcəm. Zülmə susmaq, zülm edənə kömək etmək deməkdir. Maidə surəsinin 79-cu ayəsinin təfsirində buyurulur ki, hətta bir nəfər günah etməyə, günah məclislərində iştirak etməyə, amma fəsadı görüb susa, zülm edənlərin zülmünü görüb susa, belələri peyğəmbərlərin lənətinə mürtəkib olarlar. Rəvayətlərdə gəlib, peyğəmbər dünyaya gələndə şeytan fəryad etdi. Haqqı aradan aparmaqdan ötürü digər şeytanları da öz ətrafına cəm etdi. Müsəlmanlar hər nə qədər bacarırlar, zülmkarların üzərinə fəryad etməlidirlər. Və haqsevərləri bu fəryada qoşulmağa dəvət etməlidirlər. Bu fəryadlar onların məhvinə səbəb olacaq inşallah. Aytən xanımın Allahın rəhmətinə qovuşduqdan sonra Allaha zülmü görüb susanlardan şikayət edəcəm deməsi çox ağır sözdür. Əraf surəsinin 165-ci ayəsinin təfsirində buyurulur, zülmə susanlar da zülm edənlər kimidir? Allah onlara şiddətli əzab verəcək. Həmişə təkrarlanır. Biz indi baxaq görək kiminlə olmaq istəyir. Əgər İmam Hüseyin əleyhissalamla olmağı fikirləşiriksə, İmam Hüseyin əleyhissalam Kərbəlada buyurdu, heyhad minnə zillə. İmam buyurdu, zillət bizdən uzaqdır. Kimin tərəfində olmağı əməllər göstərir. Bir də görürsən, dil başqa bir söz deyir, nəfs isə başqa bir söz deyir. Bu məsələləri ictimailəşdirmək lazımdır. Ta həbs olunan xanımlar azad olmayana qədər bu məsələlər gündəmdən düşməməlidir. تویی که راه دور نمیرم من زیر بار حرف زور نرفتی تو ای من